Bir nəfər insan var idi. Təqribən bu insan 30-40 ildir şərab içirdi. Bəlkə də 40 ildən də çox. Təqribən 57 yaşında dünyasını dəyişdi. Demək olar ki, bu adam 15 yaşından şərab içir. Təqribi 30 ildən də yuxarı müddət şərab içir və digər pis adətləri də var. Aludəçidir yəni. Ona dəvət verdi, əlhəmdülillah. Yəni o, Allaha sığındı, nəfsinə bəzi şeyləri qadağan etdi, Allaha təslim oldu, pis adətləri tərk etdi, Allaha ibadət etdi. Bir ildən sonra ölüm onu yaxaladı. Öldü. Öləndə də biz onun yanındaydıq. Dedi, 2 dəfə dedi ki, la ilahə illallah, la ilahə illallah. 2 dəfə dedi la ilahə illallahı, halbuki o vəziyyətdə deyildi. Çox elə bir komaya düşmüşdü. Elə bir vəziyyətdə idi, danışa bilmirdi. Allah nəsiblər. Amma ölən anında o momentdə gözlərini açdı, bizə baxdı, dedi la ilahə illallah, la ilahə illallah, öldü. Və həqiqətən şahidi olduğumuz bir şey. Bəli. Allah Azza və Cəllə'nin sadiq oldu və neçə il o aludəçisi olduğu şərabı və digər pis adətləri tərk etdi. Allaha təslim oldu. Allah Azza və Cəllə də ona nicat verdi. Gözəl sonluq. Bəli, gözəl sonluq verdi.